Salam, hər vaxtınız xeyir, əziz Xaçmaz Tinçi səhifəsi izləyicilər, hər birinizi xoş gördük. Demək, təxminən bir 3-4 gün öncə gilas sumu bastırmışdıq, onu da səhifədə yerləşdirmişəm, yəni bastırılmasın. Bir izləyicimiz bizdən xahiş eləyib, yəni şaftalı tumunda necə bastırılır, yəni onu da çəkib video kimi bizdən göstərməsini, ətraflı şəkildə göstərməsini xahiş eləyib. Təbii ki, biz də yerinə yetirəcəyik. Vaxt itirmədən keçək əsas məsələyə. Deməli, dostlar, bax, adi tordur, yəni pəncərə torudur. Yəni hava işləsin, həm də kənardan, yəni tor lazımdır ki, kənardan ziyanverici, bir də ki, yəni üzərinə qar, yağış töküləndə, yəni saxlasın qumu, yəni yolub getməsin onun üçün. Və bir də adi kardondur. Bu da aşağı hissədən bu cür qoyuruq. Yəni ki, bu da bir balaca nəmliyi saxlasın deyə mütləq bu da lazımdır. Ki, yuxarıdan qar, yağış töküldüyü zaman, yəni bir balaca nəmliyi saxlamaq üçün bu da vacibdir, bu kardondur. Bu qaydada sərləyik. Yəni kardon bir balaca nəmliyi saxlasın deyə bu da vacibdir, kardondur. Sonra üzərində qum. Yəni biz qumdan bastırırıq əslində, bütün tumlarımızı biz qumla bastırırıq. Çünki bizdə say çoxdur. Harasa 15 min, 20 min tumumuz olur. Ona görə biz burada suyun altında yuyub təmizləmək də bizim üçün rahat olur. Yəni tez yolub gedəndir. Amma belə şaftalını yəni adi torpaqda da bastıra bilərsiniz. Yəni heç bir problem yox. Bu qaydada dostlar təxminən bir hardasa bir 2 sm, yəni qum töksəz aşağı hissədən, yəni bəs eləyir. Bu qaydada tökdüyüz qumu. Yəni şirin qumdur, bu çay qumudur. Yəni dəniz qumu yox, şor qumu olmaz. Qum tapsaz daha yaxşıdır. Qumla bastırmaq, yəni yuyub təmizləmək də asandır. Amma problem yoxdur. Yəni şəftəlini yəni adi torpaqla da bastıra bilərsiniz. Bu qaydada dostlar tökdüyüz qumu. Bu qaydada. Üzərinə də ki, şaftalı tumumuzu əlavə edirik. Çox yox. Təxminən bir cərgə, yəni üst-üstə çıxmalı deyil. Yəni çıxa bilər, ya az miqdarda, çox çıxmaq, yəni düzəlməyə də bilər, yəni problem ola bilər. Ona görə də çox ehtiyac yoxdur. Bu qaydada oldu, bəs eləyir. Bu qaydada səpdiniz. Təzədən üstünə yenə təxminən bir 2 sm, 3 sm yenə qum əlavə edirsiniz. Bu qaydada dostlar əlavə edirsiniz. Yəni bir karzinkaya, burada karzinkadır, biz işimiz rahat olması üçün biz plasmas yeşiyi də bastırırıq, amma adi yeşiyi də ola bilər, yəni problem yoxdur. Bu qaydada yəni turmaların üstü örtülsün. Bu qaydada dostlar bastırırsınız. Yəni bir karzinkaya 2 cərgə, yəni bundan əlavə bir cərgə də getməlidir. Yəni üstündən yenə tum, bir cərgədə təxminən 3 sm, 4 sm yenə üstə qum əlavə edirsiniz. Yəni 2 cərgə bəs edir bir karzinka üçün. Yəni yeşikdə də olar, karzinkada da olar. Qoyursunuz bir açıq yerə, yəni hava yəni nəmiş yerdə qalmalıdır. Yəni üzərinə yağış, qar yəni düşməlidir ki, bu vaxtdan tum nəm ala bilsin. Yəni partlaya bilsin, içindəki meyvəsi şişib, yəni qabığını partlada bilsin. Yəni bu qaydada bastırırsınız, yəni üstündə yenə bir cərgə tum, üstündə qum. Bax belə dostlar, bizim işimiz yəni budur. Bu cür bastırırıq. İnşallah kimdə varsa bu qaydada bastırsın. Yəni xahişi yerinə yetirdik. Sizdən qalır bu videonu bəyənmək, maksimum dərəcədə paylaşın, qoy hər kəs məlumatlı olsun. Çox sağ olun.